Salam. Bu videoda sizinlə MHM Test Bankından nəzm və nəsr bölməsi üzrə qalan testlərin izahına baxacağıq. 41-ci sualdan başlayırıq. Heca vəzninin əsas tələbidir. Heca vəzninin əsas tələbi nədir? Misralardakı hecanın say baxımından bərabər olması. Keçək digər 42-ci suala. Qafiyə haqqında verilən fikirlərdən hansılar doğrudur? Şeirdə tələffüzcə səs tərkibi etibarilə fərqlənən sözlərdir. Baxın, fərqlənən hissəsi yanlışdır. Bir-biri ilə həmahəng olan sözlərdir. Rədifin eyni şeirə aid olduğunu müəyyən edən vasitədir. Bəli, tamamilə doğru fikirdir. Şeirdə işlənmə yeri sərbəstdir. Bu hissəsi doğrudur. Yəni misranın ortasında, sonunda, baxın bu hissələr də doğrudur. Əvvəlində gələ bilər. Bu hissəsi isə artıq yanlışdır. Eyni ölçülü səslərin bir-birini təkrar etməsi, növbələşməsi qafiyənin əsas əlamətidir. Xeyr, təkrar etmək əsas əlamət deyil. Ona görə də bu da yanlışdır. Cins qafiyəni təşkil edən sözlər səslənməsinə görə oxşarlıq təşkil edir. Bu doğru fikirdir. Cavabımız oldu D variantı. Əgər 5 ilə bağlı sual yaranarsa nəyə görə? Amonimlər üzərində qurularsa cins qafiyə. Doğrudur. Yazılış baxımından eyni olur. Yəni təkcə tələffüz yox, səslənmə baxımından yox. Amma nəzərə alaq ki, cins qafiyə təkcə amonimlər üzərində qurulmur. Məsələn, yuxarıda bir test var idi. Həmin testdə də bu məsələyə toxunulmuşdu. Daha dəqiq desək, buna uyğun nümunələr var idi dediklərimizə uyğun. Məsələn, 25-ci sual. Baxın, biz burada 1, 3, 4-ü götürmüşdük. Hər aya, haraya. Baxın, yazılışları fərqlidir, lakin tələffüzünə görə götürdük. Və yaxud da ki, üçüncü nümunə. Yazılışları fərqlidir. Birində ayrı-ayrı sözlərdir, digərində isə bütövlükdə sözdür. Məsələn, yar alar, xəbəri yəni yar alar. Birində isə zərif canım yaralar, yaralamaq fiili. Yazılışları sözlər ayrı-ayrı sözlərdir. Amma səslənmə baxımından oxşarlıq təşkil edir. Demək, 5-ci fikir tamamilə doğrudur. 43-cü suala baxaq. Rədif haqqında verilən fikirlərdən hansılar səhvdir, deyir. Rədif şeirin həm forma, həm də məzmun xüsusiyyətlərinə uyğun gəlir. Bu yanlışdır. Çünki rədif şeirin yalnız forma xüsusiyyətinə uyğun gəlir. Rədif misraların sonunda qafiyədən əvvəl təkrar olunan sözlərdir. Baxın, bu hissəsi də yanlışdır. Qafiyədən əvvəl yox, qafiyədən sonra təkrar olunan sözlərdir. Rədif bəndləri və beytləri bir-birinə bağlaya bilər. Doğru fikirdir. Rədif anlayışı yalnız əruz vəzni ilə əlaqədar yaranmışdır. Bu da yanlışdır, çünki heca vəznində də var. Rədifi olan şeirlərdə şeirin adlandırılması rədifə əsasən aparıla bilər. Əlbəttə ki, aparıla bilər. Burada bir yanlış yoxdur. Cavabımız oldu 1, 2, 4. B variantı. 44-cü sualda nümunəyə əsasən uyğunluğu müəyyən etməyimizi istəyir. Yazıb ki, qoşmanın məzmunca növünə aid olan bənddə bədii sual işlənib. Demək, əvvəlcə şeiri oxuyaq. 6 gündə dünya neçə don geydi, nə üstə əyləşdi, bərqərar oldu. Əvvəl kim oldu ərşin bənnası, ulduzlar nətəhər yerbəyər oldu. Yazıb ki, məzmunca növünə aid olan bənddə bədii sual işlənib. Əvvəla qıfılbənd, qoşman bəli məzmunca növüdür, lakin burada bədii sual yoxdur. Yəni, bu hissəsi yanlışdır, götürmürük. Nümunədə söylənilən fikri cavablayacaq şəxs ahəngi saxlamaqda sərbəst deyil. Bu doğru fikirdir. Nə deməkdir bu? Yəni, sərbəst deyil o deməkdir ki, mütləq şəkildə ahəngi saxlamalıdır. Sərbəst olsaydı əgər, istəsəydi saxlayardı, istəsəydi saxlamazdı. Amma qıfılbəndə əsasən, yəni şeiri cavablayacaq şəxs ahəngi mütləq şəkildə saxlamalıdır. Yəni, onu saxlayıb saxlamamaqda sərbəst deyil. Nümunədə inversiya, metafor kimi bədii təsvir vasitələri işlənib. Bu yanlışdır, çünki inversiya bədii təsvir vasitəsi deyil, ifadə vasitəsidir. Yəni, götürə bilərik, yanlışın altından yanlış verilib. Natamam qafiyələrdən sonra işlənmiş oldu sözü rədifdir. Bu doğru fikir yanlışın altında verildiyinə görə götürməyəcəyik. Cavabımız da oldu 2 ilə 3 A variantı. 45-ci suala baxaq indi.
45-ci sualda deyir ki, verilən nümunələri Venn diaqramına əsasən müqayisə edin. Hər iki nümunəni nəzərdən keçirək. Daha sonra isə uyğun fikirləri tapaq. Cins qafiyədən istifadə edilmişdir. Bu təkcə birinci nümunəyə aid deyil. Hər iki nümunə üçün doğru fikirdir. Ona görə də birinci fikri götürə bilmərik. Cins qafiyədən istifadə edilməyə əsas verir ki, təcnis nümunəsi olduğu deyilsin. Xeyr, cins qafiyə harda varsa o təcnis demək deyil. İkinci nümunə məsələn qəzəldir, amma orada cins qafiyə var. Ona görə ikini də götürməyəcəyik. Lirik növdə yazılmışdır. Bəli, hər iki nümunə üçün doğru fikirdir. Rədifdən istifadə olunmuşdur. Xeyr, ikinci nümunədə ümumiyyətlə biz rədif görmürük. Rədif nədir? Həm qafiyə sözlərdən sonra təkrarlanan sözlərdir. Burada isə anın və bu yandır. Həm qafiyə deyil. Cins qafiyədən istifadə olunsa da qəzəl janrındadır. Bəli, doğru fikirdir. Aid olduğu janrın ilk beytidir. Bu da doğrudur. Qəzəl janrının bildiyimiz kimi ilk beyti AA, digər beytlər isə BACA şəklində qafiyələnir. Cavabımız da buna görə oldu B variantı. 46-cı sualda verilən nümunəyə əsasən doğru fikirləri tapmaq tələb olunur. Həqiqətin elmi dəryadan dərin, naşıq əvvas orada bil, üzə bilməz. Mən aşiqəm, üz barı, canan gəldi üz barı, azad bağda gül açıb, nazlı dilbər üz barı. Kamil bağban açıb bağların dərin, namərdlər bağlardan gül üzə bilməz. Yazıb ki, məzmunca qoşmağın ustadnamə növünə aiddir. Yanlışdır, çünki təcnisdir. Artırılan bəndin janr üzrə yeri sabitdir. Bəli, cığalı təcnis nümunəsidir. Cığalı təcnisdəki o əlavə edilən bayatının da yeri sabitdir. Yəni 2 və 3-cü misralar arasında yerləşdirilir. Cins qafiyədən istifadə olunub deyə təcnis demək olar. Yanlışdır. Çünki az öncə digər testlərdən də gördüyünüz kimi qəzəldə belə cins qafiyədən istifadə oluna bilir. Yəni harda cins qafiyə görürüksə təcnis demək doğru deyil. Natamam qafiyədən istifadə olunub, yanlışdır. Rədifdən istifadə olunub, bəli, doğrudur. Üzə bilməz, üzə bilməz. 2, 5. E variantı. 47-ci suala baxaq. Hansı fikrin doğru olduğunu müəyyən edin. Eyni ölçülü səslərin növbələşməsi vəzni formalaşdırır. Yanlışdır. Nəzmlə yazılan əsərlərdə təhkiyə üsulu özünü göstərə bilsə də, göstərmə üsulu özünü göstərə bilməz. Yanlışdır. Məsələn, ədəbiyyatımızda tutaq ki, Vaqif əsərini götürək. Nəzmlə yazılıb, dram janrındadır. Daha sonra rədifin işlənmə yeri sabitdir. Həmçinin rədif yalnız şeirin məzmun xüsusiyyətlərinə əsasən müəyyənləşir. Baxın, yenə də belə birinci hissəni doğru verib. Rədifin işlənmə yeri sabitdir. Lakin məzmun xüsusiyyətlərinə əsasən müəyyənləşmir. Forma xüsusiyyətinə əsasən müəyyənləşir. Şeir şəkilləri əsasında şeir vahidləri müəyyənləşdirilir. Xeyr, belə bir şey yoxdur. Vahid bölgü prinsipi pozulmuş bənddə heca vəznində rast gəlmək mümkündür. Bu da doğru fikirdir. Artıq biz bir neçə testdə bununla bağlı suallara rast gəldik. Bir daha izah edim ki, məsələn 11 hecalıq bir şeirdə, yəni misraları 11 hecadan ibarət olan bir şeirdə, deyək ki, 3 misrası 6-5 bölgüsündə, biri 4-4-3 bölgüsündə ola bilər. Yəni bu yanlış deyil. Heca vəznində vahid bölgü prinsipi pozula bilər. Daha sonra keçək növbəti suallara. 48-ci sualda deyir ki, müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Axşam sabah çeşmə sənin başına, bilirsənmi necə canlar dolanır? Büllur buxaq, lalə yanaq, ay qabaq, şahmar zülfü, pərişanlar dolanır. Ələskər gəlibdi əcəb yığnağa, şəki şirvan bir telinə sadağa. Necə zinət verib eyvan otağa, ətri qoxur Bağdad baharı kimi. Demək, gəlin baxaq cədvələ. Aid olduğu janrın hansı bəndə olduğunu əminliklə demək mümkündür. Demək, burada hər iki nümunənin belə deyək, aid olduğu şeirin hansı bəndə olduğunu əminliklə demək mümkündür. Yəni bu ortada verilməlidir. Nəyə görə? Birincisində qafiyə quruluşuna diqqət edək. A, B, C, B. Buna əsasən deyə bilərik ki, qoşmanın birinci bəndidir.
Digər nümunədə də müəllifin adını verildiyi üçün deyə bilərik ki, mühürbənddir, yəni sonuncu bənddir. Ona görə də biri götürmürük. Misradaxili bölgüdə vahid bölgü prinsipi pozulmayıb. Bəli, 2 doğrudur. Hər biri 4-4-3 şəklində qafiyələnib. Digərində isə birində 6-5, digərində isə gördüyümüz kimi misradaxili bölgüdə vahid bölgü prinsipi pozulub. Qulaq qafiyəsi işlənən bu bənddə inversiyada işlənib. Qulaq qafiyəsi görmürük. Yığnağa, sadağa, otağa, zəngin qafiyədir. Dördlük şəklində yazılan bu bənd qoşmanın orta bəndlərindən biri kimi düşünülə bilər. Xeyr. Dediyim kimi sonuncu bəndidir. Heca vəznində qoşma janrında yazılıb qeyd etdiyi doğrudur. Bütöv söz prinsipi pozulmayıb. Bəli, heca vəznində ümumilikdə bütöv söz prinsipi pozulmur. Vahid bölgü prinsipi pozula bilər nümunədə də gördüyünüz kimi. Amma bütöv söz prinsipi pozula bilməz. Cavabımız da buna görə oldu 2, 5, 6 B variantı. 49-cu sual. Nümunəyə əsasən doğru fikirlərin sayını müəyyən edin. Bugünkü məclisimdə görün necə can dolanır, bəzənib tovuz kimi huri yığılman dolanır. Aləmə aşkardır, aşıqdan pünhan dolanır, qaşları cəllad olub, qəmzəsində qan dolanır. Şəst ilə xaki payına gör neçə qurban dolanır. Bir də qeyd olunub ki, müxəmməs janrında yazılıb, heca vəznindədir. Doğru fikirdir. Niyə doğru fikirdir? Demək, müxəmməs doğrudur. Belə deyirik ki, bir bəndi 5 misradan ibarət olur və ilk bəndin bütün misraları bir-biri ilə həm qafiyə olur. Növbəti bəndlərdə isə ilk 4 misra öz aralarında həm qafiyə, axırıncı misrası isə birinci bəndlə həm qafiyə olur. Burada müxəmməsdə az hallarda rast gələn bir məqam var. O da nədir? Müxəmməsin demək misralardakı hecaların sayı 15-16 olur və bəzi hallarda bu misralar 7-8, 8-7 və ya 8-8 formasında bölünə bilir. Burada da bu məqam var. Bugünkü məclisimdə 7 heca, görün necə can dolanır 8 heca. Digərləri də bu formadadır. Axıra diqqət eləsək, şəst ilə xaki payına gör neçə qurban dolanır. Burada isə artıq 8-8 bölgüsü var. Amma yəni ümumilikdə müxəmməs janrındadır. Hətta qafiyə quruluşuna da diqqət etsək, baxın, dolanır A, 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 A. Yəni belə çıxır ki, dolanır rədifli bir müxəmməsin birinci bəndidir bu. Çünki diqqət etsək, yenə dediyim kimi dolanır, 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 5, yəni 5 dəfə təkrar olunub. Müxəmməs janrında yəni həm qafiyədir. Müxəmməs janrında yazılıb heca vəznində. Demək, bunu doğru götürdük. Daha sonra nümunənin konkret janr xüsusiyyətləri yoxdur. Bu doğru fikirdir. Niyə? Çünki müxəmməs janrı deyəndə ağlımıza gələn ilk olaraq budur ki, 5 misradan ibarətdir. Amma verilən nümunədə artıq bu janr xüsusiyyəti itib, yoxdur. Ona görə də bu da doğru fikirdir. Rədif əsasında adlandırıla bilən bu nümunədə natamam qafiyə işlənib. Bəli, can, qılman, pünhan və s. doğru fikirdir. Şeir vahidi bənddə janrın tələbinə əsasən bölünərək yazılıb. Bu janrın belə bir tələbi yoxdur. Sadəcə müəyyən hallarda bu özünü göstərə bilir. Yəni səhv deyil. Bölünərək yazılması yəni səhv deyil. Yoxsa fikir özlüyündə bəli səhvdir qeyd etdiyim kimi. Əruz vəzninə aid olan nümunədir. Əruz vəzninə aid deyil, elə bəri başdan qeyd edək. Demək, doğru fikirlərin sayını istəyirdi bizdən, oldu D variantı. 50-ci suala baxaq. 50-də deyir ki, verilən fikirlərdən yanlış olanı müəyyən edin. Məktəb beytdən fərqli olaraq şah beyt qəzəlin forma xüsusiyyətləri ilə bağlı deyil. Bəli, doğrudur. Mətli və məktəb beyt forma xüsusiyyətləri ilə bağlı olsa da, şah beyt məzmun xüsusiyyəti ilə bağlıdır. Şeir şəkilləri eyni olan janrlarda şeir vahidləri fərqli ola bilməz. Bəli, doğrudur. Məsələn, dördlü şeir şəklini götürək. Hər bir halda bunlar bənd gedirlər və ya ikili şeir şəkli beyt hesab olunacaq. Sərbəst şeirlərdə qafiyəyə rast gəlmək mümkündür. Bəli, mümkündür. Təmiz at saxladım, nişana qoydum, sərimi qarşına nişana qoydum. Nümunəsində cinəs qafiyə işlənib. Bəli. Həzəc bəhrinin tələbi ilə yazılan şeirlərdə axıcılıq olur. Belə şeirlər aramla, təmkinlə oxuna bilməz. Xeyr, bu səhvdir. Əksinə aramla, axıcılıq ilə aramla oxunur.
Daha sonra 51-ci suala diqqət edək. Cədvəldən uyğunluğu müəyyən edin. Rəməl bəhri ədəbiyyatımızda ən çox işlənən bəhirlərdən biridir. Bəli, doğrudur. Rəməldir, həzəzdir, yəni çox istifadə olunurlar. Sərbəst şeirdəki misralar ölçü etibarilə bir-birinə bərabər olur. Xeyr, sərbəst şeirdə belə bir tələb yoxdur ki, bərabər olmalıdır, bərabərdir. Belə bir şey yoxdur. Qulaq qafiyəsi əmələ gətirən sözlərdə yazdırış fərqlənir. Bu doğru fikirdir. Yanlışın altında verildiğinə görə götürmürük bunu. Yanlışın altında bizə yanlış fikir lazımdır. İnsanın ayrı-ayrı yaş mərhələsini ifadə edən qoşmanın formaca növü vücudnamədir. Formaca növü deyil bu. Məzmunca növüdür. Yanlış fikirdir. Ona görə də götürürük 1 ilə 4-ü. 52-ci suala baxaq. Xudam səni nə xoş gündə yaradıb. Meylim axır sana sarı görəndə. Həsrətindən 100 yara var sinəmdə. İnsaf eylə, birin sarı görəndə. Qoşmanın formaca növünə aid olan janrdadır. Bu doğru fikirdir. Çünki verilən nümunə təcnis janrındadır. Hardan bilirik? Cins qafiyə var, 4 misradan ibarətdir, 11 hecadan ibarətdir. Təcnisdəki qoşmanın formaca növüdür. Bir demək doğrudur. Görəndə sözü şeirin forma xüsusiyyətlərinə uyğun gəlir. Görəndə sözü rədifdir. Rədif də şeirin forma xüsusiyyətləri ilə bağlıdır. Doğru fikirdir. Cins qafiyədən sonra təkrarlanan söz rədif deyil, xeyr, rədifdir. Nümunədə cins qafiyə ilə yanaşı natamam qafiyədən də istifadə olunub. Natamam qafiyə yoxdur. Daha sonra nəzmin əlamətlərini bənddə müşahidə etmək mümkündür. Bəli, mümkündür. Ahəng, digər tərəfdən bölgü, rədif. Cavabımız da oldu D variantı. 53. Eyler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Qoşma və təcnisin müqayisəsi var burada. Şeir vahidi bənddir. Şeir şəkli isə gəraylı ilə eynidir. Bu ortaq cəhətdir. Ona görə də yalnız qoşmaya aid edilməsi yanlışdır. Qafiyənin müxtəlif növləri işlənə bilər. Doğrudur. Nəyə görə? Təcnis üçün doğru fikir götürmədik. Çünki təcnis cins qafiyə üzərində qurulur. Forma xüsusiyyətlərinə əsasən bəndlərin aidliyi müəyyənləşə bilər. Bəli, doğru fikirdir. Bədii sual işlənə bilməsə də elə bu hissəsi yanlışdır onsuz da. Təzad və inversiya işlənə bilər. 11 hecə və 4 misradan ibarət bəndlərin olması janrın formalaşması üçün natamamlıq təşkil edir. Bu da bəli, doğru fikirdir. Çünki qoşma ilə təcnisi ilə bir-birindən fərqləndirən əsas əlamət odur ki, hər ikisi düzdür. 11 hecadan, 4 misradan ibarət olur. Lakin təcnis qoşmadan fərqli olaraq cins qafiyə üzərində qurulur. Rədifdən istifadə oluna bilər. Bu da hər ikisi üçün ortaq cəhətdir. Cavab burada 2-3-5 olmalıdır. Amma 2-3 verilib A variantında. MHM-in 2023-2024 nəşrində bu elə 2-3-5 formasında verilmişdi. Çox güman ki, yəni texniki bir səhvdir bu. Ona görə də yanına bir 5 əlavə edib A-nı götürə bilərik. Daha sonra 54. Verilmiş nümunəyə əsasən doğru fikirləri müəyyən edin. Demək, sərbəst şeir nümunəsidir Rəsul Rızadan. Bu işıq yolu bayrama, yardıma ya qəzaya gedən bir maşın olsun. Bu işıq bir qocanın ilk ya son papirusu olsun. Bir şimşək olsun, yaxın ya uzaq. Nəfəsindən qaralsa da bir çınar, bir quvaq belə. Yazıb ki, nümunədə sərbəstlik müşahidə olunur. Bu da onun qaydası salaraq yazılmasına səbəb olub. Ümumiyyətlə, sərbəst şeir qaydasız şeir demək deyil. Düzdür, müəyyən, yəni standart qaydalardan kənara çıxılma ola bilər. Amma bu demək deyil ki, ümumiyyətlə qaydasız yazılıb. Orada da müəyyən ahəng tarazlığı, vurğu, intonasiya özünü göstərir. Ona görə də bir yanlışdır. Nümunənin aid olduğu formada xüsusi vurğu altına düşən sözlər digər sözlərdən əsaslı sürətlə fərqlənir. Bəli, düzgün fikirdir. Standart ölçüdən kənara çıxsa da, bəli, ahəngdəki tarazlıq saxlanılıb. Qeyd etdiyim kimi, standart, yəni qaydalar ölçü olmasa da, ahəng tarazlığı burada özünü göstərməlidir. Belə nümunələrdə ahəng tarazlığı nümunədəki daxili həyəcanlar, vurğu intonasiya ilə düzəlir. Bu da ki, doğru fikirdir.
Heca vəzninin tələbləri ciddi şəkildə qorunub deyə misralar arasındakı ahəngi müşahidə etmək mümkündür. Heca vəzninin tələbləri ciddi şəkildə qorunmur. Yəni bu ifadə yanlışdır. Heca vəzninin təsiri hiss olunur, amma ciddi şəkildə gözlənilir. Artıq bu yanlış fikirdir. Ona görə də cavabımız oldu C variantı. 55-ci suala baxaq. Deyir ki, şeir cədvəli tamamlayan fikirləri müəyyən edin. Tamamlamayan fikirləri daha doğrusu. Qafiyə, şeirdə eyni ölçülü səslərin bir-birini izləməsidir. Baxın, bu fikir ahəngə aiddir. Demək, burada yanlış fikirlər verilib. Əgər bizdən cədvəli tamamlayın istəsəydi, biz yanlış fikirləri seçərdik buradan. Bizdə cədvəli tamamlamayan dediyinə görə, biz artıq burada doğru fikirləri seçməliyik. Baxaq indi, qafiyə şeirdə ahəngi qüvvətləndirir, onun yadda qalmasını asanlaşdırır. Doğru fikirdə götürürük. Mən sarı xəzələm, sən yamyaşıl bağ. Mən şeh damlasıyam, sən susmaz bulaq. Cinəs qafiyə işləmişdi, yanlışdır. Çünki burada qulaq qafiyəsi var. Bunu götürmürük. Çünki bu yanlış fikirdir. Bu gecə durmadı, dənizdən qaçdı, səhərin danından şəfəqin saçdı. Qulaq qafiyəsi işlənməyib. Doğru fikirdir. Çünki burada qulaq qafiyəsi yox, zəngin qafiyə işlənib. Mənə hicran məşəqqətdir, fərağın dərdi möhnətdir. Nigarım xeyli müddətdir, ne üçün gəlməz, ne üçün gəlməz. Yazıb ki, daxili qafiyə işlənməyib, bu yanlışdır, daxili qafiyə işlənib. Bizə də lazım idi doğru fikirlər. Doğru fikirlərdə 1-dən 3 A variantı. 56-cı suala baxaq. Gəraylı ilə bağlı fikirlərdən doğru olanı seçin. Şeir vahidi qoşma ilə eyni olsa da, rübaidən fərqlənir. Xeyr, hər biri şeir vahidi olaraq, yəni bəndlə yazılır. Ona görə də A yanlışdır. Şeir şəkli bayatı ilə eyni olsa da, mürəbbədən fərqlənir. Bu da yanlışdır. Qafiyə quruluşu baxımından qoşma ilə eyni olsa da, təcnisdən fərqlənir. Bu da yanlışdır. Şifahi xalq ədəbiyyatında istifadə olunsa da, yazılı ədəbiyyatda işlənmir. Niyə işlənmir? Qasım bəy Zakirin məsələn, qoşma deyirəm, gəraylıları var. Müəyyən sujet xəttinə malik olan əsərlərdə işlənə bilər. Bəli, məsələn, Koroğlu dastanında işlənmişdir. Cavabımız da oldu E variantı. 57. Aşağıdakı fikirlərdən neçəsi doğrudur? Cığalı təcnisdə cığa bəndin yeri də, qafiyəsi də sərbəstdir. Bu yanlışdır. Çünki yeri qətiyyən sərbəst deyil, 2 və 3-cü misranın arasında yerləşir. Daha sonra, ustadnamələr öz nəsihətimiz məzmunu ilə fərqlənir, dastanda işlənə bilər. Bəli, bu doğru fikirdir. Xüsusilə dastanın əvvəlində işlənir. Qıfılbənddə qoyulan suallar qrammatik sualla yanaşı bədii suallar olur. Xeyr, qıfılbənddəki suallar, yəni bədii suallar olmur. Daha sonra vəznin tələbinə görə misra-daxili bölgülər bir-birinə bərabər tutulur ki, bu da ahəngi yaradan əsas şərtdir. Bəli, doğrudur. Rəməl və Rəcəz bəhrində yazılan şeirlərdə əzəmət vüqar özünü göstərir, ağır-ağır oxunma tələb olunur. Bu rəmələ aid bir xüsusiyyətdir. Ona görə də yanlışdır. Səri bəhrində yazılmış şeirlərdə o qədər yüngül oxunur ki, heca vəznində yazılmış şeirlərə bənzəyir. Bu da doğru fikirdir. 1, 4, 6. Bizdən neçəsinin doğru olduğu istənilirdi? Oldu C variantı 3-ü. Baxaq digər suallara. 58. Nümunə ilə bağlı doğru olmayan fikri müəyyən edin. Mən səndən istədim açıq bir alın. Sən mənə bəxş etdin əzəmət vüqar. Mən də başı açıq, ayağı yalan, yolunda can qoysam yenə az olar. Demək, baxaq 3, 4, 5, 6, 6, 5, 6, yenə 5, yenə də 6, 5. Şeirdə çarpaz qafiyələnmə də özünü göstərir. Çarpaz qafiyələnmə bəli var. A, A, B, B. 1 və 2-ci misralardan fərqli olaraq sonuncu misrada inversiya işlənməyib. Doğrudur. 1-ci misranın daxili bölgüsü digər misralardan fərqlənir. Bəli.
Bu yanlış fikrimizdir. Çünki əvvəldə də qeyd etdiyim kimi hər biri 6-5 bölgüsündədir. Nümunədə fikrin çatdırılması üçün bənd formasından istifadə olunmuşdur. Doğru fikirdir. Natamam qafiyə işlənmiş bu nümunədə müəllifin adına və ya təxəllüsünə rast gəlinmir. Bu da doğrudur. Məsələn, vüqar az olar. Görürük ki, burada natamam qafiyə var. Həmçinin burada müəllifin təxəllüsünə də rast gəlinmir. Daha sonra 59-cu suala baxaq. Cədvəli tamamlaya bilən fikirləri müəyyən edin. Əruz vəzni, bu şeir vəznində epik şeir örnəklərində rast gəlinmir. Bu yanlışdır. Məsələn, epik şeir örnəkləri tutaq ki, Nizami Gəncəvinin poemalarından götürək. Yeri gəlir və yaxud da Leyli və Məcnun poemasını götürək. Əruz vəznindədirlər. Yəni, bu fikir yanlışdır. Yanlış fikirdir. Yanlış fikir verilib. Cədvəli tamamlaya bilən deyirsə, biz burada yanlış fikirləri seçməliyik. İlk dəfə müəyyənləşdirilərkən 15 bəhri sistemləşdirilib. Doğru fikirdir. Əruzda da misralardakı hecalar əsas götürülür. Bəli, əsas götürülür. Necə? Yəni, misralardakı hecaların uzun və ya qısa olması, bir-birini izləməsi, bunlar əsas götürülür. Əruzda yazılan şeirlərdə misralardakı hecaların sayı fərqli ola bilər. Bəli, sadəcə olaraq uzun və qısa hecalar hesabına bərabərlik yaradılır. Əruz vəznində misra daxili bölgü zamanı bütöv söz prinsipi əsasən pozulur. Bəli, pozulur. Burada hər biri doğru fikirdir. Elə heç birini götürəcəyik. E variantı. Doğru cavabımız da oldu. E variantı. 60-cı suala baxaq. 60-da deyir ki, rədiflə bağlı verilmiş fikirlərdən hansı doğrudur? Rədif bəndlər arasında əlaqə yarada bilsə də, beytlər arasında əlaqə yarada bilmir. Bu yanlışdır. Niyə yarada bilməsin ki? Rədifin təkridən fərqli olaraq stabil yeri yoxdur. Xeyr, stabil yeri var. Yəni, yeri misraların sonunda olur. Daha sonra rədifi olan şeirlər hökmən rədiflə adlandırılmalıdır. Bu da yanlışdır. Çünki yeri gəlsə ilk misra əsasında da adlandırıla bilər. Adlandırılması rədifə görə olan şeirlərdə şeir vahidi fərqli ola bilməz. Adlandırılması rədifə görə olan şeirlərdə şeir vahidi fərqli ola bilməz. Niyə? Hər hansısa bir şeir beytlə ola bilər, digəri bəndlə ola bilər. Bu yanlışdır. Şeirin forma xüsusiyyətinə uyğundur. Sabit yeri var. Bəli, bu tamamilə doğrudur. E variantı. 61-ci suala baxaq. Klasterə əsasən uyğunluğu müəyyən edin. Tam cavab. Bu tipi nümunələrdə variantla əsasən işlənilir. Gəlin diqqət edək, görək nə var burada. Yəni, burada bir yerinə ya A qoyulur, ya B qoyulur. Bəzi hallarda hər ikisi də qoyula bilir. Demək, A ilə B-ni saxlayırıq. Bir hər ehtimala baxaq əvvəlcə olaraq. Heyrət ey büt surətin gördükdə lal eylər məni, surəti halım görən surət xəyal eylər məni. Firqətin xarı məni gör kim nə məcruh eylədi, ey gözü nərgis, həbibi gülzarım, hardasan? Belə çıxır ki, ayrı-ayrı şeirlərdir bunlar. Bəli, elə qeyd olunub qarşılarında. Biri Məhəmməd Füzulinin qəzəlindəndir, digəri isə İmadəddin Nəsiminin. Yazıb mətləb beytdir, ikilik şəklində yazılıb. Biz bunu birincisinə aid eləyə bilərik. Yəni, çünki qəzəlin ilk beyti A şəklində qafiyələndir. Amma ikincisini aid eləyə bilmərik qafiyə quruluşuna görə. Ona görə harda B ilə C varsa bir yerdə çıxırıq. A-nı çıxdıq. Daha sonra elə A çıxdı elərik əlimizdən. Şeir vahidi bənddir. D harda varsa onu da çıxırıq. Çünki heç biri bənd deyil. Aid olduğu şeirin orta bəndlərindən biridir. Bu A-ya gedə bilməz. Yəni A ilə E hardasa varsa götürmürük. Belə bir şey onsuz da verməyiblər. B ilə Y isə ola bilər. Yox, ümumiyyətlə ola bilməz. Çünki burada bənd deyir. Yəni hər bir halda yanlışdır. Yaxşı ki, E yoxdur heç variantlarda da. Şeir vahidi beytdir. Janrın orta beytlərindən biridir. Baxaq görək. Şeir vahidi beytdir. Janrın orta beytlərindən biridir. Bu A-ya uyğun gəlmir. Əvvəldə dediyim kimi bu ilk beytdir. B, F ola bilər, amma A, F ola bilməz. Ona görə də C-ni də çıxıram. Daha sonra D-ni heç oxumamışam. Şeir vahidi bənddir, məktə beytdir. Bənd deyil ümumiyyətlə heç biri. D-ni çıxıram.
Cavabımız elə qaldı D variantı. 1-ə getdi A, 2-yə də getdi C ilə G. Mətləb beytdir, ikilik şəklində yazılıb. Doğrudur. Şeir vahidi beytdir. Janrın orta beytlərin fonunu oxuyuram. Mən hər iki misrada rədifdən istifadə olunub. Bəli, doğrudur. Eylər məni bu daha. Lalla xəyal qafiyələrindən sonra işlənib. Cavabımız demək oldu D variantı. 1-ə A, 2-yə C ilə G. 62-ci suala baxaq. Nəzm haqqında verilmiş hansı yanlış fikir nəsr üçün doğrudur? Təkkədən istifadə olunmur. Nəzmdə ümumiyyətlə təkkədən istifadə oluna bilər. Nəsr üçün doğru fikir deyil bu. Nəsr üçün də yanlış fikirdir. Gülüş və allegoriyaya yer verilir. Hər ikisi üçün doğru fikirdir. Sözlər dilin qrammatik tələbinə uyğun şəkildə sıralanmır. Bu nəzm üçün yanlış fikir olsa da, nəsr üçün də yanlış fikirdir. Daha doğrusu nəzm üçün doğru fikirdir, lakin nəsr üçün yanlış fikirdir. Yazılı ədəbiyyatımızda yaranma tarixi daha gəncdir. Demək, burada isə bəli, nəzm üçün yanlış fikirdir, nəsr üçün isə doğru fikirdir. Lirik əsərlər kimi epik və dramatik əsərlər də bu formada yazıla bilər. Lirik əsərlər kimi epik və dramatik əsərlərdə. Demək, nəzm üçün bu doğru fikirdir, yanlış fikir deyil. Ona görə də N də çıxırıq. 63. Uyğunluğu müəyyən edin. Qafiyə haqqında doğru fikirlər istənilir. Yəni, burada doğru fikir olmalıdır. Rədif haqqında isə yanlış fikir. Burada isə yanlış fikir olmalıdır. Bu orta hissədə isə qafiyə üçün doğru, rədif üçün yanlış fikir olmalıdır. Misraların sonunda rədifdən sonra işlənən sözlərdir. Rədifdən sonra yox, əvvəl. Ona görə biri götürmürük. Cins qafiyələr amonim sözlərdən təşkil olunmaya da bilər. Bəli, doğru fikirdir. Şeirdə eyni ölçülü səslərin bir-birini izləməsidir. Bu ahənglə bağlıdır. Şeirin forma xüsusiyyətlərinə uyğun gəlir. Bu fikir doğrudur. Yanlışın altında bizdən yanlış tələb olunur. Ona görə 4-ü götürmürük. Yəni, əslində doğru fikirdir. Bir daha deyirəm. Lakin yanlış xanasının altında verildiyinə görə götürmürük. Rədif təşkil edən sözlər müxtəlif nitq hissələrinə aid edilə bilər. Xeyr, rədif eyni sözlərdir və eyni sözlər də təbii ki, eyni nitq hissəsinə aid olacaq. Bu, qafiyəyə aid ola bilər. Ona görə də 5-i götürmürük. Yəni, götürürük daha doğrusu, çünki yanlış fikirdir. Şeirin məzmun xüsusiyyəti ilə əlaqədardır. Bu da yanlış fikirdir. Sözlərdəki səsləşmələrdən asılı olaraq bir neçə növünə rast gəlinir. Bu qafiyə üçün doğru fikirdir. Məsələn, zəngin qafiyə var, natamam qafiyə var, cinas, qulaq. Lakin rədif üçün yanlış fikirdir. Nəzmi nəsrdən fərqləndirən əlamətlərdəndir. Bu, hər ikisi üçün doğru fikirdir. Ona görə onu götürmürük. Burada olan fikir qafiyə üçün doğru, rədif üçün yanlış olmalıydı. Ona görə cavabımız oldu 2, 5, 6, 7. A variantı. 64. Sual işarəsinin yerinə hansı termin yazılırsa, həmin üçbucaq qonşu üçbucaqlardan yalnız bir xüsusiyyət götürək. Bu deməkdir ki, yəni burada nə olacaqsa, həmin buradakı söz bunların hər birindən birinə aid olmalıdır. Məsələn, ya buna, ya da ki buna, yəni bu formada. Yəni hər birindən bir xüsusiyyət götürülməlidir. Gəlin indi baxaq. Şeirdə ahəngdarlıq yaradan vasitələrdən biridir. Bu ahəngə də aiddir. Bölgüyə də aiddir. Qafiyədən sonra gəlir, bu rədifdir. Heca vəznində bütöv söz prinsipinə əsaslanır, bu bölgüdür. Eyni ölçülü səslərin bir-birini izləməsidir, bu ahəngdir. Şəkil baxımından eyni olan sözlərdir, bu cinas qafiyədir. Digər adı təkdir, bu da bölgüdür. Demək, hər birində olan biri hansı oldu? Bölgü, bölgü, bölgü. Cavabımız da oldu C variantı. Ahəng ikisində olsa da üçüncüsündə yox idi. 65. Verilən nümunə əsasında doğru fikri müəyyənləşdirin. Tovuz kimi şox bəzənib durubsan, ala gözəl, siyah sürmə vurubsan. Sağ ol səni, yaxşı dövrən qurubsan. Bu dünyanın sonu puçdu gülən dam. Heç demirsən ələsgərim hardadır, səbəb nədir, gülün meyli xardadır. Mənim gözüm sənin kimi yardadır, aşığa lütf etsən xoşdur güləndam. Hər iki bənddə yoxsul qafiyədən istifadə olunub, yanlışdır. Çünki birincisində
Zəngin qafiyə var. Boşdur, xoşdur. Burada da qulaq qafiyəsi deyə bilərik. Ona görə də yoxsul qafiyə burada yoxdur. Şeir şəkli bənd, vahidi isə dördlüydür. İlk baxışdan doğru kimi səslənir. Yəni həqiqətən də bənd formasındadır, dördlük şəklindədir. Amma nə deyirəm, dördlük şəklindədir. Yəni şeir şəkli burada bənd deyil. Ümumiyyətlə misra, beyt, bənd şeir vahididir, şeir şəkli deyil. Ona görə bu yanlışdır. Məzmun xüsusiyyətləri əsasında rədifdən istifadə olunduğunu müəyyənləşdirmək mümkündür. Məzmun yox, forma xüsusiyyətləri əsasında. Uzun və qısa hecaların bir-birini izləməsi prinsipi ilə yazılır. Bu əruzla bağlı bir anlayışdır, səhvdir. Qulaq qafiyəsindən istifadə olunmuşdur. Bəli, əvvəldə də qeyd etdim. Cavabımız da oldu E variantı. 66. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Milli şeir ölçüsüdür. Heca vəzni doğrudur. Sözlər misralara ahəngdar şəkildə səpələnir. Bu da doğrudur. Vahid bölgü prinsipi pozula bilər. Ümumiyyətlə, əruzda biz vahid bölgü prinsipi anlayışını o qədər də işlətmirik. Əruzda ümumiyyətlə bölgü əsasən təfilələr üzərində aparılır. Ona görə bunu uyğunsuz kimi götürə bilərik. Bütöv söz prinsipi pozula bilməz. Bəli, pozula bilməz. Vahid bölgü prinsipi pozula bilər hecada, amma bütöv söz prinsipi pozula bilməz. Misralardakı hecaların sayında fərq ola bilər. Bəli, əruzda ola bilər. Sadəcə uzun və qısa hecalar hesabına onu bərabərləşdirmək də mümkün olur. 67. Klasterə əsasən uyğunluğu müəyyən edin. Demək, burada elə bir şey yazmalıyıq ki, məsələn, ya hecanı, ya əruzu, digərləri də onu davam etdirə bilsin. Gəlin indi burada yenə də variantlara baxaq. Bunun bənzər bir sualı var idi. Qeyd etmişdim ki, bu cür suallar əsasən variantla işlənilir. Demək, sual tam görünürmü? Aha, baxaq. Əsasında ölçü dayanır, daha qədimdir, milli vəzni hesabı olunmur, heca vəzni, əruz vəzni, bölgü bütöv söz prinsipi əsasında aparılır, vahid bölgü prinsipi pozula bilər. A'ya baxaq. A'da 1-ə heca vəzni verib, 2-yə daha qədim olması düzdür, milli vəzni hesab olunmur. Baxın, bu yanlışdır. Milli vəzin hesab olunmur. Ümumiyyətlə B D ilə verilməlidir. Harda B ilə C-ni bir arada görürsünüzsə, demək o yanlışdır. Baxın, A-da belə verib. E-də də belə verib. Demək, bu nədir? Yanlışdır. Daha sonra daha qədimdir. Bölgü bütöv söz prinsipi əsasında aparılır. Bu getməlidir. E getməlidir C-yə. Harda E ilə C bir yerdədirsə ola bilər. Saxlayıram. Amma E ilə D-ni bir yerdə veribsə, əruzu bir yerdə veribsə çıxıram. Çünki bölgü bütöv söz prinsipi əsasında aparılır hissəsi əruz üçün uyğun deyil. Qalıram B ilə C-nin arasında. Demək, B-də 1-ə D əruz, 2-yə daha qədimdir. Daha sonra əslində bizim üçün daha qədimi heca vəzni hesab olunur. Elə bu da yanlışdır. Hər ehtimal ardında baxaq. Milli vəzni hesab olunmur. Vahid bölgü prinsipi pozula bilər. Bəli, elə qədim söhbətinə görə bu yanlışdır. C-yə baxaq. 1 heca vəzni, 2 daha qədimdir. Bölgü bütöv söz prinsipi əsasında aparılır. Vahid bölgü prinsipi pozula bilər. Bəli, tamam. 68. Nümunələr əsasında cədvəldəki uyğunsuzluğu müəyyən edin. Qatar-qatar olub qalxıb havaya, nə çıxıbsız asimana, durnalar. Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, üst tutubsuz, nə məkana, durnalar. Nazənin edərsiz avaz, ruhlar tazələnir, olur sərəfraz. Vaqifin də könlü çox olar pərvaz, hərdən sizin ilə gəzə, durnalar. Demək, bu cür nümunələrdə əgər uyğunluq istəsək də, doğrunun altından, doğrunun yanlışın altından yanlışı seçəcəkdik. Lakin burada uyğunsuzluq istədiyinə görə doğrunun altından yanlışı, yanlışın altından doğru fikirləri seçəcəyik. Rədifdən istifadə olunmuşdur. Bu doğru fikirdir. Ona görə götürmürük. Şeirin ilk bəndə olduğunu məzmun xüsusiyyətlərinə əsasən müəyyənləşdirmək mümkündür. Ümumiyyətlə, şeirin ilk bəndə olduğunu forma xüsusiyyətlərinə əsasən müəyyənləşdiririk. Yanlış fikirdir. Bizə də buradan yanlış fikir lazım idi. Natamam qafiyədən istifadə olunmuşdur. Doğru fikirdir. Müəllifin adının verilməməsi nümunənin məktəb beyti olduğunu müəyyənləşdirməyə imkan yaradır. Bu yanlış fikirdir. Çünki ümumiyyətlə bu beyt deyil. Belə deyək, bənd formasında yazılıb, bənd şəklində yazılıb. Digər tərəfində müəllifin adının verilməməsi ümumiyyətlə məktəb beyti olduğunu verməyə əsas vermir. Əksinə, müəllifin adı veriləndə elə məktəb beyti olur.
Sözlük onsuz da bu şeir beyt formasında yazılmayıb, yəni beyt şəklində yazılmayıb. Biz bunu götürmürük. Cavabımız da oldu 2 ilə 3 A variantı. Növbəti suallara baxaq. Altmış dokuz. Yanlış və ya doğru olma baxımından biri digərlərindən fərqlənir. Belə bir şey istəyir. Misraların sonunda qafiyədən sonra gələn və təkrar olunan sözlərə rədif deyilir. Doğrudur. Ən azı iki ecazı bir-biri ilə səsləşən sözlər zəngin qafiyə yaradır. Bu da doğrudur. Şeirdə eyni ölçülü səslərin bir-birini izləməsinə ahəng deyilir. Bu da doğrudur. Şəkil baxımından fərqli. Məna baxımından eyni olan sözlərdən təşkil olunan qafiyə cins qafiyədir. Bu səhvdir. Çünki şəkil baxımından fərqli yox. Şəkil baxımından eyni olurlar. Ona görə də bu yanlışdır. Qafiyələnən sözlər şeirin məzmunu və quruluşu ilə möhkəm bağlı olur. Bu da ki, doğru fikirdir. Daha sonra 70. Verilmiş nümunəyə əsasən doğru fikirləri müəyyən edin. Dürrənin səsi, Dilcan dərəsi, gözəllərim, qəzəllərim, lərim, vənələrim, artıq gözlərimdən uzaqlaşdınız, ölən bir cahanda siz gülüşsüz qucaqlaşdınız. Səməd Vurğundan şeir müqəhət idi. Nümunədə sözlər misralara ahəngdar şəkildə səpələnmişdir. Baxaq, bəli, sərbəst şeir nümunəsi olduğuna görə düzgün fikirdir. Standart ölçüdən kənara çıxılsa da ahəng tarazlığı müəyyən qədər saxlanılmışdır. Bəli. Ümumiyyətlə sərbəst şeirdə standart qaydalardan kənara çıxılsa da ahəng tarazlığı özünü göstərir. Xüsusilə də ahəng tarazlığı vurğu və intonasiya ilə özü tənzimlənir. Heca vəzninin tələbləri ciddi şəkildə gözlənilir. Elə ardını oxumağa ehtiyac yoxdur. Sərbəstdə heca vəzninin tələbləri ciddi şəkildə gözlənilmir. Yanlış fikirdir. Tarixi qədim dövrlərə dayanan vəzində yazılmış nümunədə ahəng tarazlığı vurğu və intonasiya ilə yaratmaq olur. Bəli, az öncə də qeyd etdiyim kimi ahəng tarazlığı vurğu və intonasiya ilə tənzimlənir. Lakin burada cümlənin əvvəli səhvdir. Yəni tarixi daha qədim dövrlərə dayanmır. Ona görə də bu da yanlışdır. Misraların ölçüsü, hecaların sayı, qafiyələrin düzülüşü baxımından sərbəstliyi var. Bu da ki, doğru fikirdir. Ona görə cavabımız olur 1, 2, 5. 71. Qafiyələrin növlərinə əsasən uyğunlaşdırın. Düşüb ayağına sən o zalımın, söylədinmi necəliyin halımın? Burada zəngin qafiyə var. Yəni 1-ə gedəcək C. Toxuyardı özünə yaşıl otlardan köynək. O ruzi qazanardı hər gün kərpiç kəsərək. Burada yoxsul qafiyədir. D. Daha sonra Azadə böyümüşlər cərgəsindən bir uşaq 2-3 həmyaşı ilə çölə çıxdı, keyfi çağ. Burada qulaq qafiyəsi işlənib. Bağından göçsək, dərdim Təbrizim, yenə təzələndi, dərdim Təbrizim. Burada isə bu da dərdim olur cinas qafiyə. Belədir, rədifə baxmayın. Rədifdən əvvəlki hissəyə. Ümumiyyətlə, rədifi biz necə müəyyən edirik? Qafiyədən sonra gələn sözlərdir. Ona görə də siz burada Təbrizin sözlərini qafiyə olaraq götürməyin. O rədifdir. Amma ondan əvvəlki hissə dərdim, bunlar isə bəli cinas qafiyədir. Oldu 1C, 2D, 3B, 4A. Cavabımız da oldu B variantı.